Biz hazırda 2-ci fəxri xiyabandayıq və Azərbaycan Hava Yollarına məxsus olan Embraer 190 tipli təyyarənin qəzaya uğramasından bugün bir il ötür, artıq bir ili tamam olur və təbii ki, anın münasibəti ilə ekipaj üzvlərindən 3-ü dediyimiz kimi milli qəhrəman adına layiq görülür və onların məzarları ziyarət olunur. Biz səhər saatlarından etibarən buradayıq və elə Azərbaycan Hava Yollarının əməkdaşları da 2-ci fəxri xiyabana öz həmkarlarını ziyarət etməyə gəldilər və elə burada hazırda dediyimiz kimi gəmi kapitanı, eyni zamanda köməkçi pilot və bələdçi Hökümə Əliyevanın məzarları önünə gül dəstələrdə qoyulur və elə həmin şəxslərin yaxınları da buradadır. Biz hazırda Hökümə Əliyevanın atası Cəlil Əliyevə yaxınlaşmaq istəyirik. Salam, Allah rəhmət eləsin, başınız sağ olsun. Bugün bir il ötür hadisənin il dönümüdür və təbii ki, elə onların xatirəsinin yad olunması və əbədiləşdirilməsi məqsədilə poçt markası da buraxıldı və yəni bu barədə fikirlərinizi eşitmək istəyirik, təəssüratlarınızı. Sağ olun, təşəkkür edirəm, bizi tək qoymadınız. Deməli, hökümə deyəndə ilk növbədə fədakar, işin nöqtəsindən gələn bir qız kimi həmişə qəlbimdə qalacaq. Demək olar ki, həmişə dövlətinə xidmət eləməyə məsələn düşünürdü. Hətta onun bir dənə yazısı qalıb, düşünürəm ki, hər bir insan dövlətinə xidmət eləməlidir. Yerdə qaldı bu bir il necə keçdi. Yəni onu sözlə ifadə eləmək mənim üçün çox ağır dərddir. İçimdə bir yanğı, tufan, bir-birinə qarşı necə izah elədiyimi bilmirəm. Hər kəsə də təşəkkür edirəm. Bizi tək qoymur, bizim ailəni tək qoymur. Eyni zamanda müxtəlif dövlət qurumları hökmənin adına əbədiləşdirmək üçün müəyyən məsələn kitablar çap ediblər. Eyni zamanda poçt markası təhsil edilər və s. və s. Cənab Prezidentimizə də təşəkkür edirəm ki, bizə Kəlbəcər şəhərindən 4 otaqlı ev təqdim elədi. Hökümə xanım həmişə deyərdi, ata, mən də Kəlbəcərdən ev alacam. Talih elə gətirdi ki, Cənab Prezident ilk açarları bizim ailəyə təqdim elədi. Bir daha təşəkkür edirəm. Bununla yanaşı təyyarə qəzasında cinayətkərlərin əli var. Bu cinayətkərləri dövlətimizdən, dövlət başçımızdan xahiş edirəm ki, tezliklə tapsın, layiqli cəzanı alsınlar. Çox sağ olun, fikirlərinizi bizlə paylaşdığınız üçün minnətdarıq. Bəli, bugün hazırda 2-ci fəxri xiyabandayıq və Azərbaycan Hava Yollarına məxsus olan Embraer 190 tipli təyyarənin qəzaya uğramasından bir il ötür və təbii ki, bu hadisə ilə bağlı araşdırmalar hələ də davam edir və elə protokol qaydalarına uyğun olaraq hadisədən bir il sonra, 12 ay sonra nəticələr elan olunmalıdır və elə biz də hələ də həmin nəticələri gözləyirik və hadisə baş verəndən sonra da Prezident İlham Əliyevin elə Rusiya hava məkanında baş verilmişdi bu hadisə ilə əlaqədar olaraq Rusiyadan 3 əsas tələbi var idi. Onlardan biri hadisənin üzərlərinə götürülüb, məsuliyyətin üzərlərinə götürüb günahın etiraf olunması, ikincisi təzminat ödənilməsi, üçüncüsü isə elə bu hadisənin cinayətkarlarının baş verən hadisədə əli olanların cəzalandırılması idi və bu istiqamətdə də təbii ki, işlər görülür və hazırda elə biz 2-ci fəxri xiyabandayıq və hadisənin birinci il dönümü anımı münasibəti ilə də bura ziyarətlər səhər saatlarından etibarən davam edir. Hazırda bizim buradan çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə, həm də Hökümə Əliyevanın atası ilə də həm söhbət olduğun üçün təbii ki, bir zaman ötüb, hələ də o yaralar istidir.